Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Bugün AFFA U14 liqasında 18-ci tur çərçivəsində Neftçi Ulduz kollektivi ilə üz-üzə gəlir. Heyətlərlə tanış ola bilərik. Başlayaq əvvəlcə komandamızdan. Neftçidə qapını 1 nömrə Zəkka Həmidli qoruyacaq. 3 komandanın kapitanı Emil Quliyev. 14 Sübhan Həziyev. Ulduz komandasının qonaqların heyəti isə bu cürdü qapını 1 nömrə Hüseyn Hüseynli qoruyacaq. 13 İsmail Allahverdi. 19 Qərib Qürbətzadə. 5 Fuad Yolçiyev. Yusif Əlizadə. 17 nömrəli futbolçu. Topun yanındadır. Fit səslənir və maç başladı. Neftçiyə uğurlar arzulayırıq. Ulduzlu oyunlarda elə Neftçinin məhsullar oyunçusuydu. Qafar Babayev indi irəli ötürmə Sultan Orucov istiqamətində. Sultan topladı. Sağ cinahda Sultan. Zərbə indirir. Orucov! 27-ci saniyədə hesabı açır Neftçi. Erkən gol. Nəinki Ulduz futbolçuları, heç komandamızın oyuncuları da sanki gözləmirdi belə o erkən gol. Sultan Orucov son oyunların ən məhsuldar futbolçusudur U14 liqasında. Qafar Babayev əla döndü Qafar. Babayev yaxşı çıxdı rəqib futbolçuların əhatəsindən. İndi də topu irəli daşıyır Qafar. Sağ cinahı gördü, ötürməsini etdi. Murad Hacıyevlə oynadı. Murad Hacıyev. Hacıyevin ötürməsi qaytardı topu Qafara. Babayev 3 futbolçunun əhatəsində. Qafar! Babayev 2-0. 11-ci dəqiqədə Neftçi üstünlüyünü 2 topa çatdırır. Qafar nələr elədi bu hücumda? Babayev əvvəlcə topu əla qəbul etdi. Ardınca 2-3 futbolçunun əhatəsindən çıxdı. Sağ cinaha Murada ötürməni edən də Qafarın özü idi. Ardınca komanda ulaşı topu qaytardı Babayevə və o da yenə çətin vəziyyətdə özü üçün imkan tapıb zərbəsini indirdi. Bu əvvəlcə top qəbulu. Topu saxladı, baxır qapı qarşısına. Babayevin ötürməsi. Top keçmədi, ancaq Mirəl Əkbər topu götürür. Mirəl Əkbər Cavadzadə. İndi Sübhan irəliləyir topla. Sübhan Əlizadə. Sübhan 3-0. Sübhan Əlizadə. 17-ci dəqiqədə Neftçi üstünlüyünü 3 topa çatdırır. Cərmə meydançasında əla yayındı rəqiblərindən Sübhan. Və fərqi 3 topa yüksəldir bu cür prinsipial oyunda. İrəli ötürmə, qarşılayır Emil Quliyev. Onun ötürməsi Qafar Babayev. Qafar Babayev sağ cinahda Muradla oynamaq olar. Belə etdi Murad Hacıyev cərmə meydançasından. Murad çəkdi. Murad Hacıyev əla irələdi. Murad Hacıyev və gol! 4-0. Bugün bütün futbolçularımız baxımlı qolla yadda qalırlar. 32-ci dəqiqədə hesab 4-0 olur. Və bu dəfə Murad Hacıyev fərqlənir. Xəbərdarlığından sonra, dediyindən sonra baş hakim sarı vərəqə göstərdi. Fit səslənir, 40 dəqiqə tamamlanıb artıq oyunda. Ötürmə qapı qarşısına! Və fasilə ərəfəsində vurulan qollardan birinin əvəzini çıxır. Ulduz komandası hesabı 4-1 edir. 40 üstəgəl 1-ci dəqiqədə və bununla da ilk hissə yekunlaşır. Yusif Əlizadə. Fasilə ərəfəsində isə rəqibin heyətində Yusif Əlizadə fərqlənərək hesabı 4-1 etdi ilk hissədə və qarşılaşmada ikinci hissə başlayır. Neftçiyə uğurlar. Epizodun təkrarını izləyirik. Burada Roman yaxşı ötürmə etdi. Oyundan kənar vəziyyət yox idi. Və top burada önündə qalır. Fit səslənir. Ötürmə qapı qarşısına. Burada başla zərbə indirilir və hesab 4-3 olur. Hesab 4-3 olur. Murad Məmmədov 65-ci dəqiqədə fərqi minimuma indirir. Ötürmədə səhvə yol verdi. Rəqibin futbolçusu indi burada vərəqə olmalıdır. Murad Məmmədov sarı vərəqə göstərilir onu. Bu onun ikinci sarı vərəqəsidir, bəli. Qırmızı vərəqə. Qırmızı vərəqə azlıqda qalır Ulduz. İlk sarı vərəqəsi birinci hissədə idi. Murad Məmmədov ilk hissədə, ümumiyyətlə oyunda ilk sarı vərəqə alan futbolçuydu. Və qarşılaşmanın final fiti səslənir. Maç başa çatır. Neftçi AFFA U14 liqasının 18-ci turunun mərkəzi qarşılaşmasında liderlərin oyununda
meydanı qalib olaraq 3 xalla tərk edir.